Salam əziz izləyicilər. Bugün mən genişlənmə baxının rolundan, törətdiyi fəsadlardan danışmaq istəyirəm. Çox önəmli sayıram bunu. Bax, genişlənmə baxının qurbanına çevrilmiş bir dənə kombi. Deməli, bunu alıblar. Elə ilk günlərdən, bəlkə də ilk həftədən başlayıb bu zəhlə tökməyə. Yanır və sönür öz-özünə. Yəni şikayəti belə olubdur da, bu tez-tez öz-özünə sönür. Çox güman ki, bu adam o istifadə qaydalarını da bilməyib, təzyiq düşürmüş, o da sönürmüş. Və ayda bir dəfə ya iki dəfə usta gəlirmiş, hava vururmuş ya neynirmiş, ondan da maraqlanmayıb ki, usta nə iş görür. Bir usta barmaqlayır, gedir, bir neçə həftədən sonra bir də öz-özünə sönür, bir də qoşuruq, su doldurub qoşuruq, işləyir. Bir sözlə bezib gedib təzəsini alıbdır. Bu kombi də heç köhnəlməyə macal tapmayıb. Ocaqlığı da qaralmayıb, hissi yox. Bax, bu hissədə görürsünüz par-par parıldayır. Bax, belə qəşəng bir vəziyyətdədir. Bu manometr. Üstündə bax, plyonka var. Bunu qopardım. Görünsün, bax, budur. Bu plyonkası da hələ qopmayıb. İmkanlı adamdır, sadəcə zəhləsi tökülüb deyə girib təzəsini alıb. Bunun problemi baçokda olubdur. Genişlənmə baxında membran cırılıb. Mən ehtimal edirəm ki, o təzyiqə filana fikir verməyibdir. Tutaq ki, 2-3 bar təzyiq verib qoşur. Ona görə o membran rezin cırılıb, suyu hava kamerasından çölə axıdıb. Bunun arxasındadır. Görünəcəkmi? Yerim də asıqdır. Bax, o izləri görürsünüz, suyun açdığı cığırları. Bu buradan, bax, bu hava vurulan yerdən suyu axıdırmış və ona görə də təzyiq düşürmüş. Təzyiq düşəndə də beyin avtomatik atqlüçat eləyir kombini. Hesab edirəm görünür, bax, o qara cığırlar var orada. Yerim qaranlıqdır. Bax, su axırmış. Bir dənə bu baçokun ucbatından adam bunu atıb, gedib təzəsini alıbdır. O bakın quruluşu barədə mənim videom var. 2 kameralıdır. Arxa tərəfində, bax, bu ki, buradan hava vurulur. Hava kamerasıdır. Qarşı tərəfdə su kamerasıdır. Deməli, sunun xassəsidir də. Elə ki, qızır, onda həcmi böyüyür. Temperaturla bərabər həcm də böyüyür suda. Və o böyümənin qarşısını, təzyiq artımının qarşısını, bax, o genişlənmə bax alır. Ona görə deyirlər genişlənmə. Su genişlənir, təzyiq artır. O normada qalsın deyə, norma həddində qalsın deyə o hava vurulur ora. Eləsi var 1 bar vurulur, eləsi var 1.2, bəzi baxlar var 1.5. O üstündə yazılır, baxın, kağızı gördünüz, etiketində yazılır ki, normal təzyiq nədir? O təzyiqi vurmaq lazımdır. Bunun membranı cırılıb, tez-tez təzyiq düşür aşağı. O səbəbdən də
usta çağırmalı olur. Usta da gəlib, indi görünür, usta da məsuliyyətsiz usta olub, nə olub, başa salmayıb ki, onun bakı dəyişməlidir. Ya havanı vurub, güman eləyib ki, hava vurdum və salam işləyəcək. Çünki əksər hallarda rezin cırılmamış olan halda sadəcə ağzından hava buraxanda hava vururlar, illərlə işləyir. Amma hava ümumiyyətlə təlimata görə ildə bir dəfə manometr qoyulub normal hava təzyiqi vurulmalıdır bu baka. İndi belədir. Bu kombinin dərdi bak dərdidir. Təmir olunmur. Təzəsini almaq lazımdır. Təzəsini alıb üstünə bağlayırıqsa bu kombi olur təzə kombi. Heç işlənməyib də bu elə qoşulan gündən əziyyət verib, bezdirib sahibini. O da geyib təzəsini alıb. Belə bir vəziyyət. Bu videonu çəkirəm ki, sizin də başınıza gələ bilər və bilir. Mən yazırlar elə videolarımda yazırlar ki, təzyiq düşür. Mən də yönəldirəm onları ki, bakla məşğul olsunlar. Ona görə bunu çəkirəm bu videonu ki, indi kimin başına gələrsə, elə ki təzyiq düşür və axıntı yerini tapa bilmir, borular hamısı nizamdır, heç şeydən su buraxmır, onda bir baka baxsınlar. Ən sadə üsulu da odur ki, gördüyünüz kimi orada su axanda iz salır, cığırlar açır orada. Orada onunla bilmək olur ki, bu su axıdır. Və yaxud da yoxlamaq lazımdır da. Yoxlatmaq, əgər təzyiq saxlamırsa, bakı dəyişdirmək lazımdır. Əgər bak o dərəcədə xarabsa. Bəzən də belə olur. Hava vururlar, ildə bir dəfə o cür işləyir. Elə hallar da çox olur əslində. Ona görə də ustalar biraz çox ciddi yanaşmırlar. Hava vurub çıxıb gedirlər, şəhərin olar. Özünüz də nəzarət edin. Belə bir gözəl bir şey. Yaraşımını gördünüz. Bu da onun kırışkasıdır. Kırışkası da gül kimi elə bir zavoddan indi çıxıb. Mağaza malı kimidir. Tərtəmiz, çiçək kimi. Sağ olun, sağlıqla qalın.